Birinci sualdan başlayaq. İfadəsinin qiymətini tapmaq tələb olunur. Burada birinci kökün altında 2 qat radikal var. Biz 2 qat radikalın nəyin kvadratı olduğunu tapmaq üçün bir qaydamız var idi. Yəni kökün altında a üstəgəl kök altı 2 kök altında b ifadəsi görən zaman biz bunun elə m və n ədədləri tapırdıq ki, vuranda b eləyirdi və m və n ədədlərini toplayanda a eləyirdi. Həmin ədədləri tapandan sonra bu 2 qat radikal kök altında m üstəgəl kök altında n-in mötərizə kvadratını verirdi. Və burada həmişə kökün qarşısında 2 olmalıdır. Başqa ədədsə onu 2-yə çevirməliyik. Şimdi bu misalda verilmiş bu misalda demək kökün altında 6 kök altında 3-də kökün qarşısında 6-dır, 2 deyil. Onda mən nə edəcəm? Orada 6-dan dəyişiklik eləyəcəm. Demək 2 kökün altında 12 üstəgəl 6-nı 2 vur 3 yazacam. 2-ni saxlayacam çöldə, 3-ü salacam kökün altına. 2 kök altı, 3 kökün altına 9 kimi girəcək. 9-da 3-ə vuranda 27 yazacam onu. Çıxılsın kök altında 12. Bərabər. İndi kökün altındakı oldu 2 qat radikal. Demək ki, dənə ədəd tapmalıyıq. Vuranda 27 eləməlidir. M vurulsun n 27 eləməlidir. M-in üstünə n isə 12 eləməlidir. Bu ədədlərdəki 9 və 3-dür. Onda 2 kök altında bu 12 üstəgəl 2 kök altında 27-nin əvəzinə kök altında 9 üstəgəl kök altında 3-ün mötərizə kvadratı yaza bilər. Çıxılsın kök altında 12-də olduğu kimi yazdım. Bunu da yazandan sonra nə edə bilərik? Kvadratda kökün də dərəcəsi 2-dir. Salam Xədicə, xoş gəldin. Birinci sual dəyəri. 2 vurulsun, 2-lər ixtisar geçəcək, kökdən çıxacaq da. Kök altında 9-da 3-dür. 3 üstəgəl kök altında 3, çıxılsın kök altında 12. İndi 2-ni də mötərizəyə vurub atsaq. 6 üstəgəl 2 kök altında 3, 12-ni də 4 vur 3 yazsam, 4-dən 2 çıxacaq, kökün altında qalacaq 3. 2 kök altında 3-lərdə islah olunacaq, cavab qalacaq 6. Doğru cavab olacaq C bəndi. Bu şəkildə yaza bilərik. Bu 2 qat radikal düsturun tez-tez nəzərinizə çatdırım, onu təkrarlayın, yadınızdan çıxsın. İndi ikinci suala keçək. İfadəsini sadələşdirmək tələb olunur. Demək, biz birinci mötərizəni ayrı hesablayaq, ikinci mötərizəni ayrı hesablayaq, sonra birincini bölək ikinciyə. Birinci mötərizədə də, ikinci mötərizədə də kəsirlərin toplanması var. Kəsirləri toplamaq üçün onları ortaq məxrəcə gətirməliyik. Ondan sonra bir kəsirdə yazıb, birinci kəsiri ikinci kəsirə bölə bilərik. X kvadratının məxrəci bilirik ki, 1-dir. Gərək mən onun sürət və məxrəcini x kvadratı plus 2-yə vuram ki, bu biri ilə eyni məxrəc olsun ki, məxrəc olduğu kimi saxlayıb sürəti toplaya biləm. Onda birinci kəsirimin sürət və məxrəcini x kvadratı üstəgəl 2-yə vuracam. Sürət oldu x kvadratı vurulsun, x kvadratı üstəgəl 2. Üstəgəl o biri kəsir. X kvadratı üstəgəl 2-də 1. Və məxrəclər eynidir. Bu biri yazmırıq da. Məxrəc olduğu kimi qalır. Sürət olur x kvadratı üstəgəl 2x, yox, x üstü 4. 2-nin x kvadratını vurub açıram da. X kvadratını x kvadratını x kvadrat üstü 4. Üstəgəl 2x kvadratı üstəgəl bu birinin sürəti 1. Demək, bu oldu bizim birinci mötərizəmizin cavabı. İkinci mötərizəmizi də demək, 1-in əvəzinə x üstü 4 çıx 4-də x üstü 4 çıx 4 yaza bilərik də. Sürətin məxrəci eynidirsə, onun cavabı 1 eləyir. Üstəgəl x üstü 4 çıx 4-də 2x kvadratı üstəgəl 5. Və məxrəclər eynidir. Olduğu kimi yazıram. X üstü 4 çıxılsın 4. Sürət edir x üstü 4 üstəgəl 2x kvadratı üstəgəl 1. Bu mənfi 4 ilə 5-i toplayanda 1 eləyir. Bu da ikinci mötərizəmizin cavabı. Və birinci mötərizəni ikinci mötərizəyə böləcəmsə, tərsinə vuracam. Elə bir ki, bax, bunu tərs vuracam. Tərs vuranda x üstü 4 çıxılsın 4 sürətə gedəcək. Məxrəcdə də x üstü 4 üstəgəl 2x kvadratı üstəgəl 1 olacaq.
burada birincinin məxrəcini düz yazmamışım. Orada x kvadratı üstə gəl 2-dir məxrəc. Mən 1 yazmışam. Ha, deməli burada x üstü 4 üstə gəl 2x kvadrat üstə gəl 1. Bunlar ixtisara getdi. Nə qaldı yerdə? Mən yuxarını sileyim, boş yerimiz qalsın. Deməli nə qaldı? Onu yazaq. Deməli surətdə qaldı x üstü 4 çıxılsın 4, məxrəcdə qaldı x kvadratı üstə gəl 2. Şöyle 4 də 2'nin kvadratıdır axı. Onda surət x kvadratı çıxılsın 2, x kvadratı üstə gəl 2 kimi bir daha vuruqlara ayrılır. Məxrəcdə də x kvadratı üstə gəl 2 var. Bunlar da ixtisara gedir və x kvadratı çıxılsın 2 qalır cavabımız. Doğru cavab olur A bəndi. Başa düşdünüz necə? Orta məxrəcə gətirdim mötərizələrin hər birini. Ondan sonra birincinin cavabını ikinci cavabına böldük. Üçüncü sualda bərabərsizlikdir. Keçən dəfə deyəndə dünənki dərsdə də keçdik bunu. Bərabərsizliyi. Bu intervallar üstündən həll edirlər. Çünki bu kvadrat bərabərsizlikdir. Ədəd oxu çəkirəm, sıfırları qeyd edirəm. Deməli 3-dür, bir də -4-dür, sıfır eləyəm. İntervallara ayırıram. Nə soruşur ki burada? Ən böyük mənfi tam həlli ilə ən kiçik müsbət tam həllinin cəmini tapın. 3-dən böyük ədəd desəm, müsbət, mənfi, müsbət növbələşir. Böyükdür 0 soruşursa müsbət yerlər. Mənfi sonsuzluqdan mənfi 4-ə kimi müsbətdir. Bir də 3-dən müsbət sonsuzluğa, bunun cavabı müsbətdir. İndi ən böyük mənfi tam həlli, mənfi həllər bu sol tərəfdədir. Mənfi sonsuzluqdan mənfi 4-ə qədər ədədlər içərisində ən böyük mənfi tam ədəd mənfi 3-dür. Çünki mənfi 4 aid deyil də. 3-dən müsbət sonsuzluğa içərisində olan ən kiçik müsbət ədəd isə 4-dür. Çünki 3 sayılmır. Cəmin soruşur. Mənfi 3-ün də üstünə 4 gələndə doğru cavab edir 1. Bu da olur D bəndi. Sonra keçirik 4-cü suala. Üçbucağa aid bir sualdır. Şəkili çəkək. Adlandıraq. A, B, C, D, X. 40 dərəcə. Şəkil üzərində verilənlər hamısı qeyd olunduğuna görə mən məsələni oxumuram. Deməli 130-dursa bizdən haranı soruşur? DBS bucağını soruşur. DBS, yəni X-i soruşur. Bunu tapmalıyıq. Uşaqlar, 130-un qonşusu 50 dərəcədir. Çünki qonşu bucağın cəmi 180. Və burada baxın, A, B, D üçbucağı var. Bu üçbucağın iki tərəfi bərabər olduğuna görə bu bərabər yanlı üçbucaqdır və bərabər olan tərəflər yan tərəfdir, digər tərəf oturacaq. Və biz bilirik ki, bərabər yanlı üçbucağın oturacağına bitki bucaqları bərabərdir. Təpə bucağı 50-dirsə, bu ikisinin B ilə D-nin payına qalır 130, hərəsinə düşür 65, 65. Və bu 65-ə, baxın, bu 65, bu BDS üçbucağının xarici bucağıdır. Və xarici bucaq ona qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Yəni X ilə 45-i toplasam 65 eləməlidir. Onda X bərabərdir. 45 niyə yazdım? 40. X bərabərdir. 65 çıxılsın 40. O da olur 25 dərəcə. Bax, yenə deyirəm. BDS üçbucağına baxın. Bax, BDS üçbucağının xarici bucağı 65-dir də. Tərəfin uzantısı ilə 65 yaranır. Və xarici bucağın xassəsi var ki, xarici bucaq ona qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. O da tənlik qurduq, X-i tapdıq 25 dərəcə. Sonra keçdik 5-ci suala. ABCD bərabər yanlı trapesiyasının perimetri 36-dır. Yəni, bütün tərəflərini toplasaq 36 eləməlidir. AB bərabərdir 2BC. AB bərabər 2BC nə deməkdir? Yəni, mən BC-yə burada qeyd edirəm, X desəm, BC-yə X desəm, AB olacaq 2 vur X. Yəni, AB 2X. Onda CD də 2X. Çünki bərabər yanlı trapesiyanın yan tərəfləri bərabərdir. Bir də verib ki, YD bərabərdir AY üstəgəl 12. Deməli, və AB ilə
S'ye paralel olduğuna göre ve trapeziyanın da oturacaqları birbirine paralel olduğuna göre A, B, C, Y dörtbucaqlısı, bu dörtbucaqlı paralelogramdır. Paralelogramın qarşı tərəfləri bərabərdir. Oraya x-dırsa, BC x-dırsa, AY də x-dir. Burada da yazıb ki, YD bərabərdir AY üstəgəl 12. Yəni YD AY x daxı x üstəgəl 12 olur. Mən trapeziyanın bütün tərəflərini x-lə ifadə elədim. Və verib ki, perimetri 36-dır. Onda bütün tərəfləri toplasam 2x, 2x, 4x, bu da x, 5x, 6x, 7x. 7x üstəgəl 12 eləməlidir 36. 4, 5, 6, 7. 7x bərabərdir 36-dan 12 çıxsam 4, 24, x bərabərdir 24 böl 7. Bizdən SY-ni soruşur. SY də 2x-dir, alınmaz axı. Burada nəsə səhv elədik biz. ABCD bərabər yan trapeziyasının perimetri 36-dır. Aha, 36 yazdıq. AB ilə SY paraleldir, düz yazmışıq. AB bərabərdir 2BC. BC-yə x dediyim AB oldu 2x. 2 mislidir. Onda CD də 2x olur. Bu da düzdür. Çünki bərabər yanlı trapezin yan tərəfləri bərabərdir. Və YD bərabərdir AY üstəgəl 12 verib. AY də ki, BC ilə paralelogramın qarşı tərəf olduğuna görə x olur. YD də olur AY üstəgəl 12, x plus 12. Və trapeziyanın perimetri 36-dırsa 2x, 2x, 4x, 5x, 6x, 7x üstəgəl 12 bərabərdir 36. 7x bərabərdir 24, x bərabərdir 24 böl 7. Bizdən SY-ni soruşur. SY də 2x-dir də paralelogramın qarşı tərəfləri. O da 7-də 48 eləyir və belə cavab yoxdur. Yəqin ki, cavablarda çatışmazlıq var. Ola bilər. Başa düşdük. Bunu da sonra keçirik 6-cı suala. A və B çoxluqları verilmişdir. NA bərabərdir 35. Yəni A çoxluğunun 35 elementi var. NB bərabərdir 29. B çoxluğunda 29 elementi var. Və yazıb ki, B A-nın alt çoxluğudur. B A-nın alt çoxluğudur. Nə deməkdir? B-nin bütün elementləri A-nın içərisində var. Yəni elə bir ki, A çoxluğu budursa, B bunun içərisindədir. B çoxluğu bu şəkildə olur. İndi yazıb ki, N A birləşir B-nin elementlərinin sayının A çoxluğundan fərqi neçədir? İndi A ilə B-ni birləşdirəndə uşaqlar, axı B A-nın içərisindədir. Yəni B çoxluğunun bütün elementləri A çoxluğunun içərisində olduğuna görə A ilə B-nin birləşməsi yenə də A-nı verəcək. Çünki B onsuz da A-nın içərisində təkrarlanır. Təkrarlananı yazmıram axı, bir dəfə yazıram. Ona görə A ilə B-nin birləşməsi bizə A verir. Və A çoxluğunun A çoxluğundan fərqi, çoxluğun özünün özündən fərqi yoxdur, boş çoxluğudur. Boş çoxluğundakı 0 elementi var. O da cavab olur E bəndi. Sonra 7-ci sual. Bərabərsizliyin tam əllərinin sayını tapın. Modul bərabərsizlikdir. Dünən keçmişdik. Kiçikdir olanda sistemlə həll edirdik. Necə idi? Bir dəfə olduğu kimi yazırdıq. Bir dəfə də bərabərsizlik işarəsi ilə ədədin işarəsini dəyişirdik. Gəlin bunları həll edək. Mənfi 3x qalır yerində. 5 keçir sağa. 22 çıxılsın 5. Aşağıdakı da mənfi 3x böyükdür. Mənfi 22 çıxılsın 5. Surətdə 22-dən 5 çıxanda deməli qalır 17. Hər tərəfi mənfi 3-ə böləndə x böyükdür. Mənfi 3-də 17. İşarə dəyişir də mənfiyə böləndə. Burada da mənfi 22-dən 5 çıxanda mənfi 27 edir. Hər tərəfi mənfi 3-ə böləndə x kiçikdir 9 olur. Sonra ədəd oxu çəkirəm. Bərabər işarəsi olmadığına görə nöqtələri rənglənmirəm. 9-dan kiçik ədədlər 9-un sol tərəfidir. Mənfi 3-də 17-dən mənfi
5 tam 3'də 2-dir də. Bundan böyük ədədlər də ki, onun sağ tərəfində olur. Və biz dedik ki, sistem həllərin kəsişməsidir. Yəni, ştrixlərin üst-üstə düşdüyü yer. Baxın, -5 tam 3'də 2-dən 9-a qədər ştrixlər üst-üstə düşür. Onda bunun cavabı olur -5 tam 3'də 2-dən 9-a qədər. Nə soruşur bizdən? Tam həllərinin sayını tapın. -5 tam 3'də 2'dən 9'a qədər neçə ədəd var? -5 var, -4 var, -3, -2, -1. Deməli, 5 dənəsi burada, 1, 0, 6 dənə. Müsbətdəki 1-dən 8-ə qədər, 8 dənə də burada. 6, 8, 14 dənə tam həlli var. Bax, uşaqlar, diqqətli olun. Bu mənfi müsbət aralıqları sayanda bəzən 0-ı saymırlar uşaqlar. Ona görə sayı bir əsli götürürlər. Yəni, burada elə bir ki, -5-dən -1-ə qədər 5 dənə sayırlar. Orada da 9-a qədər 8 dənə sayırlar və deyirlər 13 dənə. Axı o aralıqda 0 da var. 0 da sayanda orada 14 dənə tam həlli var. Sonra 8-ci suala baxaq. Perimetri 21 cm olan düzbucağının uzunluğu enindən 6 dəfə böyük olarsa sahəsini tapın. Düzbucağının sahəsini tapmaq üçün onun eni ilə uzunluğunun hasilini tapmaq lazımdır. Yəni, S bərabərdir. A vurulsun B. Eni A, məsələn, uzunluğu B-dirsə, A-nı B-yə vurub, eni ilə uzunluğun hasilini tapıb sahəsini hesablamaq olur. Perimetrini 21 verib, uzunluğu enindən 6 dəfə böyükdür. Yəni, bunun eni x-dırsa, uzunluğu 6 dəfə böyükdür, 6x. Və perimetrini tapmaq üçün 2 vurulsun x plus 6x. Eni ilə uzunluğunu toplayıb 2-yə vururdu. Bu da deyir 21 eləyib perimetri. Onda x-in üstünə 6x, 7x, 2 vurulsun 7x bərabərdir 21, x bərabərdir 21'i böləcəm, 2 dəfə 7-dən 14 edir, 14'ə. 7'yə ixtisar edəcəm, 2'də 3. Yəni 1,5. Onda bunun eni 1,5'dir, uzunu 6 və 1,5'in 90 eləyir, 6,15'in 9 vergiden sonra bir rəqam atır. Demək, uzunluğu oldu 9, eni oldu 1,5, sahəsi olacaq 9 vurulsun 1,5. 9 və 5'in 45, 4 yadda, 9 və 1'in 9, 4 yadda 13. 13 tam, onda 5 olacaq, doğru cavab D. 9-cu sual, qiymətləndirmədir bərabərsizlikdə. Bunu mən sizə öyrətmişdim. Deməli, 4 kiçikdir x kiçikdir 5 verib, 6 kiçikdir y kiçikdir 7 verib, mənfi 3x üstə gəl 2y qiymətləndirildi. Əvvəlcə biz mənfi 3x-i ayrıca qiymətləndirək, 2x-i y-i ayrıca qiymətləndirək, sonra onları toplayaq. İndi birinci bərabərsizlikdə mənfi 3x-i yaratmaq üçün bərabərsizliyin hər tərəfini mənfi 3-ə vuracam. Olacaq mənfi 12, böyükdür mənfi 3x, böyükdür mənfi 15. Yadınızda demişdik ki, bərabərsizliyin hər tərəfini mənfi ədədə vuranda bərabərsizlik işarəsi dəyişir. Ona görə oldu bu. Bu birisini də 2y eləmək üçün 2-yə vururam hər bir həddi, olur 12 kiçikdir. 2y kiçikdir 7. Və biz demişdik ki, bərabərsizliklər eyni işarəli olanda onları alt-alta yazıb toplaya bilərik. Yəni biz mənfi 3x plus 2y-i qiymətləndirmək istəyiriksə toplamalıyıq onları. Amma burada ikinci kiçikdirləndir, birinci böyükdürləndir. Bunu tərs yaza bilərik də. A B-dən böyükdürsə, B A-dan kiçikdir. Bəli. İkincisi 7 niyə 2-yə vurmadıq? Aha, üzr istəyirəm, düz deyirsən, onu 14. Ha, doğru deyirsən. Deməli, birincini A B-dən böyüksə B A-dan kiçikdir. Yəni, mənfi 15 kiçikdir, mənfi 3x, kiçikdir, mənfi 12 yazıram. Tərsinə yazdım da. Sonra bu birisini də gətirib onun altından yazıram. 12 kiçikdir, 2y kiçikdir 14. İndi eyni işarəli toplayıram tərəf-tərəfə. Mənfi 15-in üstünə 12, mənfi 3 kiçikdir, mənfi 3x üstə gəl 2y, o da kiçikdir, mənfi 12-in üstünə 14 gələndə 2. Deməli, mənfi 3x plus 2y mənfi 3 ilə 2 arasında qiymət alır. Mənfi 3, 2 aralığında qiymət alır. Onun da cavabı olur B bəndi. Sonra keçdik. Sual 10. A bərabərdir 4 vurulsun 10 üstü n və B bərabərdir 8 vurulsun 10 üstü m. Standart şəkildə verilmiş ədədlərdir.
Yadınızdadsa standart şəkildə verilmiş ədədlər A vurulsun 10 üstündə n şəklində olan ədədlər standart şəkildə olan ədədlər idi. A qiymətli hissə idi. N isə tərtib adlanırdı və demişdik ki, qiymətli hissə 1 ilə 10 arasında yerləşir. 1 ola bilər, amma 10 ola bilməz. İndi bu ədədlər hər ikisi standart şəkildədir. Bəli, standart şəkildə şərtini ödəyir, çünki qiymətli hissələr 1 ilə 10 arasına düşür. Yazıb A-nın tərtibi B-nin tərtibindən 2 dəfə böyükdür. A-nın tərtibi onun üstündəkidir də tərtib. B-nin tərtibindən 2 dəfə böyükdür. Bax, M-dən. Deməli, N M-dən 2 dəfə böyükdür. Yəni, N bərabərdir M-in 2 qatına, 2 mislinə də N M-dən 2 dəfə böyükdür. Onda mən M 2-yə vururum ki, N-ə bərabər olsun. Və A-nın tərtibi AB hasilinin tərtibinin 2də 1 hissəsi olarsa. A-nın tərtibi nədir? 10. Bu 10 üstü N. A-nın tərtibi N-dir. Deyir, A-nın tərtibi AB hasilinin tərtibinin 2də 1 hissəsidir. Şöyle AB hasilini tapsam, onda yazacağım 4 vurulsun 10 üstü N, vurulsun 8 vurulsun 10 üstü M. AB hasili budur. Bu deyilir 32, ədədləri 1 vururam. Vurulsun 10 üstü N üstə gəl M. Artıq bu standart şəkildə deyil axı, çünki 32 1 ilə 10 arasına düşmür. Çünki orada söhbət tərtibdən gedirsə, ədəd standart şəkildə yazılmalıdır. 32-ni 3,2 vurulsun 10 üstü 1 yazıram. Vurulsun 10 üstü N üstə gəl M. Yəni 3,2-ni 10'a vuranda yenə 32 eləyir. O 3,2 vurulsun. Bu 10 əsaslar eyni olduğuna görə üstlər toplanır. 10 üstü N üstə gəl M üstə gəl 1 olur. Deməli AB hasili 3,2 vurulsun 10 üstü N üstə gəl M üstə gəl 1'dir. Və onun tərtibi N üstə gəl M üstə gəl 1'dir. Ne yazmışdı? A'nın tərtibi hasilin tərtibinin 2də 1 hissəsidir. Yəni N A'nın tərtibi, hasilin tərtibi N üstə gəl M üstə gəl 1 deyir. N, bax bu N, A'nın tərtibi, bu N. N üstə gəl M üstə gəl 1'in 2də 1 hissəsidir. Yəni yarısıdır. Onda mən N'i 2'yə vursam, bunları bərabərləşdirə bilərəm. Və yuxarıda da yazmışdım ki, N'in yerinə 2M qoya bilərəm də, N 2M'dir. Gətirib N'in yerinə 2M yazsam, olacaq 2 vurulsun 2M bərabərdir 2M üstə gəl M üstə gəl 1. Bax, N'lərin yerinə gətirdim 2M yazdım. 4M bərabərdir 3M üstə gəl 1. Bu M'ləri islah elədim. Sola keçirdirəm 3M'i. 4M'dən 3M çıxıram. M bərabərdir 1 tapdım. M'i tapdım 1. N'dəki bir də yuxarıda baxın. Yuxarıda N bərabər 2M dəxi. N bərabər olacaq 2M. Yəni 2 vurulsun 1. O da olacaq 2. N'i tapdım, M'i tapdım. Və məndən M üstə gəl N'i soruşur. 2 üstə gəl 1 bərabərdir 3 olmuş olacaq. Doğru cavab olur A. 10-cu sual belə. Sonra keçdik 11-ci suala. Yazıb ki, A və B natural ədədlərdir. A və B naturaldır. Bu natural sözünə diqqət eləyək. Və A-nın kvadratı çıxılsın B-nin kvadratı 43 olarsa, 2 vurulsun A çıxılsın B, üstə gəl 7'ni hesablamaq lazım. Şimdi A kvadratı çıxılsın B kvadratı müxtəsər vurma düsturuna görə A çıxılsın B, iki ifadənin kvadratlar fərqi bu ifadələrin fərqi ilə cəminin hasilidir. Yəni A çıx B, A üstə gəl B kimi vurğulara ayrılır. Və yuxarıda yazıb ki, A və B natural ədədlərdir. Əgər A və B naturaldırsa, onda A üstə gəl B də nədir? Naturaldır. 2 natural ədədin cəmi naturaldır. Və vuranda 43 eləyibsə, deməli A çıx B də naturaldır. Çünki A üstə gəl B müsbət ədəddir, naturaldır. Deməli bu biri də naturaldır ki, 43 eləyib də. Mənfi olsaydı 43 eləyə bilməzdi, mənfi eləyərdi və yaxud da kəsr olsaydı, kəsr də ola bilməz axı, A və B naturaldır. İndi 2 dənə ədədin hasili 43 eləyib. Necə ola bilər? Yalnız biri 43'ə vuranda 43 eləyir də. Çünki hər ikisi naturaldır axı, bu A çıx B də, A üstə gəl B də naturaldır.
O da 41-i 43-ə vuranda 43 eləyər də. Başqa yoxdur axı hasili 43 eləyən natural ədədlər. Təbii ki, kiçiyi 1 eləyər. Yəni A çıx B-yə 1 deyərik. A üstə gəl B-yə 43 deyərik. Sistemi həll edib A-nı B-ni tapacam. Sonra qoyacam yerinə hesablayacam da. Toplayıram 2A bərabərdir 44. A bərabərdir 22. A-nı tapdım 22. Gətirirəm burada yerinə qoyuram. 22 üstə gəlinsin B bərabərdir 43. B bərabərdir 43-dən 22 çıxıram 21. B-ni də tapdım 21. Sonra nə edirəm? Aparıram qoyuram yuxarıda A-nı B-nin qiyməti yerinə hesablayıram. 2 vurulsun mötərizədə A çıx B. 22 çıxılsın 21. Üstə gəl 7. Bərabərdir 2 vurulsun. 22-dən 21 çıxanda 1, 1-in üstə 7, 8, 2 vurulsun 8, o da olacaq. Doğru cavab 16. D bəndi. Bu məsələdən biz çox işləmiş. Sonra keçdik 12-yə. Bir dənə fikir versəz, 12-ci misalda ifadəsinin qiymətini tapmaq tələb olunur. Birinci mötərəzə ilə ikinci mötərəzə biri toplamadır, biri çıxmadır. Yəni kvadratlar fərqinin açılışıdır. O, 4-cü dərəcədən kök altda 12-nin kvadratı çıxılsın, 12-nin kvadratı çıxılsın, 4-cü dərəcədən kök altda 2-nin kvadratının açılışıdır. Bir dəfə çıxılıb, bir dəfə toplanıb. Və bu 2 ilə 4 ixtisara gedir, qalır kök altda 12, çıxılsın, bu biri də 4 ilə 2 ixtisara gedir, kökün dərəcəsi 2 qalır deyə kök ləğv olunur, çıxılsın 2. Bu da ki, 12-dəki 4 vur 3 yazsam, çıxılsın kök altda 2. Bu da eləyəcək, 4-dən 2 çıxılacaq, 2 kök altda 3, çıxılsın kök altda 2. Bu ikisinin cavabı bu elədir. Sonra da 2 kök altda 3 çıxılsın kök altda 2-ni digər mötərəzə 2 kök altda 3 üstə gəlir 2-yə vuracam, kök altda 2-yə. Baxıram ki, yenə bir dəfə çıxma, bir dəfə toplama oldu. Bu da kvadratlar fərqinin açılışıdır. 2 kök altda 3-ün kvadratı çıxılsın kök altda 2-nin kvadratının açılışıdır. Burada da ki, hasili qüvvətə yüksəldəndə hər bir vuruq yüksəldir. 2-nin kvadratı 4 vurulsun. Kök altda 3-ün kvadratı 3 çıxılsın. Kök altda 2-nin kvadratı 2. 12 çıxılsın 2. 4 dəfə 3-ün 12 elədi. 12-dən 2 çıxdım. Doğru cavab C bəndi 10 olmuş oldu. Sonra 13. Tənliyinin sonsuz sayda həlli olarsa AB hasilini tapın. Tənliyin sonsuz sayda həlli yadınızdasa bu xətti tənlikdə AX bərabər B-dir. Yəni burada B və A parametrlərdir də, hansısa ədədlər. AX bərabərdir B şəklində olan tənliklərə biz bir dəyişənli xətti tənlik demişdik. Və yadınızdasa demişdik A da 0, B də 0 olsa bu tənliyin sonsuz sayda həlli olacaq. Çünki A da 0 olsa, B də 0 olsa tənlik olur 0x bərabərdir 0. Və mən bilirəm ki 0-ı nəyə vursam 0 edir. Yəni x-in yerinə neçə yazsam bunun cavabı doğru olacaq. Deməli A da 0, B də 0 olanda bu tənliyin sonsuz sayda həlli var. Burada da x-in qarşısındakı ifadə ümumi hamısı A-dır. Bu sağdakı isə B-dir. Onlar hər ikisi 0 olmalıdır. Gəlin yazaq. A kvadratı çıxılsın 4A üstə gəl 3 bölünsün B üstə gəl 3. Bu da 0 olmalıdır. B kvadratı çıxılsın, B çıxılsın, 12 bölünsün, A çıx 1, bu da 0 olmalıdır. İndi kəsirin qiyməti 0-dırsa, demək ki, o kəsirin surəti 0-dır. Yəni A kvadratı çıxılsın, 4A üstə gəl 3 ifadəsi 0-a bərabərdir. Və viyyətə görə A1-in üstünə A çevrilmiş kvadrat tənlikdir. Viyyətlə tapacam 4-dür. A1 vurulsun, A2 3-dür. Toplayanda 4, vuranda 3. 1 kökü 3'dür. 1 kökü də 1'dir. 3'ün üstünə 1 4 eləyir. 3'ü 1'ə vuranda 3 eləyir. Həmçinin də bu biri ikinci kəsirdə də surət 0 olmalı ki, kəsirin cavabı 0 olsun. Yəni B kvadratı çıxılsın, B çıxılsın 12 bərabər 0. Çevrilmiş kvadrat tənlikdir. Viyyətlə tapa bilərəm. B1 ilə dəyişənlər B olduğuna görə B ilə yazıram. B1-in üstünə B2 ikinci əmsalın əksi. Yəni mənfi 1-in əksi 1 olmalıdır. B1-i B2-yə vuranda sərbəst həddir. Mənfi 12-ni verməlidir. Toplayanda 1, vuranda mənfi 12 eləyirsə, o ədədlərdən biri 4-dür, biri də ki mənfi 3-dür. 4-ün üstünə mənfi 3 gələndə 1 eləyir, 4-ü mənfi 3-ə vuranda mənfi 12 eləyir. A-ya da 2 qiymət tapdım uşaqlar. B-yə də 2 qiymət tapdım.
bizdən AB hasilini soruşur. İndi baxın, A 1 ola bilməz. Niyə? Çünki ikinci kəsirin məxrəcində A çıx 1 yazdım. Əgər A-nın yerinə 1 yazsam, 1-dən 1 çıxsam, məxrəc 0 eləyəcək, mənası olmaz. Ona görə A-nı 1 götürmürəm, A-nı götürürəm 3. B-ni də mənfi 3 götürə bilmərəm. Çünki birinci kəsirimizin məxrəcində B üstəgəl 3 var. Bax burada. Mənfi 3 yazsam, mənfi 3-ün üstünə 3 gələndə 0 eləyir. O kəsirin mənası olmur. Ona görə də mən A-nı 3 götürəcəm, B-ni 4 götürəcəm. AB hasili də olacaq. 3 vurulsun 4 bərabərdir 12. Doğru cavabımız olacaq A bəndi. Sonra keçdi 14-ə. 14-cü suala bax. Bir tənlik verib, tənliyinin x1 və x2 kökləri üçün x1 kvadratı vurulsun x2. Üstəgəl x1 vurulsun x2-nin kvadratı bərabər 8 bərabərliyi ödənərsə A parametrinin qiymətləri cəmini tapın. Şöyle o x1 köçürdək onu, x1 kvadratı vurulsun x2. Üstəgəl x1 vurulsun x2-nin kvadratı bərabərdir 8. Bu x1 ilə x2 yuxarıdakı tənliyin kökləridir. Kökləridir, nə gözəl. Onda toplayanda ikinci əmsalın əksini verməlidir. Buranda sərbəst həddi verməlidir. Çünki baş əmsal 1-dir, çevrilmiş kvadrat tənlikdir. Mən x1, x2-ni ortaq vuruq çıxarda bilərəm də, bax bu ifadədən. x1, x2-ni ortaq vuruq çıxarsam, birinci qalacaq x1, o birisi qalacaq x2. Bərabərdir 8. Aha. İndi qayıtdım verilən tənliyə, bax bura. İkinci x-in əmsalında ikinci əmsal demişik də. Neçədir? Mənfi 2A. Onda mötərizəmizin içərisi eləyəcək müsbət 2A. Köklər cəmi ikinci əmsalın əksi. Sərbəst həddi A çıx 3-dür. Onda x1 vur x2 də bizə sərbəst həddi verir daxı. O da olacaq A çıx 3. Yəni A çıx 3 vurulsun 2A bərabər 8. 2A-nı vururam mötərizəyə, 2A-nı A-ya vururam 2A kvadratı. 2A-nı 3-ə vururam mənfi 6A, mənfi 3-ə vururam. Bərabərdir 8-i də keçirdirəm sola. Çıxılsın 8 bərabər 0. Sonra bütün əmsalları 2-yə bölürəm. Qalır A kvadratı, çıxılsın 3A, çıxılsın 4 bərabərdir 0. Niyə böldüm 2-yə? Çünki çevrilmiş kvadrat tənliyi olsun, vietlə kökləri tapa bilim. İndi A1-in üstünə A2 gələndə eləməlidir ikinci əmsalın əksi müsbət 3. A1-i A2-yə vursam eləməlidir sərbəst həddi, yəni mənfi 4. Toplayanda 3 eləsin, vuranda mənfi 4 eləsin. Onlardan biri müsbət 4-dür. Digəri də mənfi 1-dir. 4-ün üstünə mənfi 1 gələndə 3 eləyir. 4-ü mənfi 1-ə vuranda mənfi 4 eləyir. Deyir ki, bərabərliyini ödənərsə A parametrinin qiymətləri cəmin tapın. A-ya 2 qiymət tapmışam. 4 mənfi 1. İndi 4 ilə mənfi 1-i toplasam, doğru cavab olmuş olacaq 3. Doğru cavab E bəndi. Sonra keçdi 15-ə. A bölünsün 3 bərabərdir B bölünsün 5 olarsa 2A üstəgəl B 3A üstəgəl B-ni tapın. Əgər uşaqlar mənim kəsirimin surəti və məxrəci ya A və yaxud da B olsa ixtisara gedər də. İndi bu birinci verilmişdə çarpaz vursam 5A bərabərdir 3B tapıram. Sonra hər iki tərəfi 5-ə bölürəm. Qalır A bərabərdir 3-ü 5-ə böləndə 0,6 B qalır. Deməli, mən A-nın yerinə gətirib, bura A-nın yerinə 0,6 B yaza bilərəm. Həmçinin də aşağıda da A-nın yerinə 0,6 B yaza bilərəm. Gətirib yazacaq, B ilə qalacaq, ixtisara geçəcək. 2 vurulsun 0,6 B üstəgəl B. Məxrəc olacaq 3 vurulsun 0,6 B üstəgəl B. 2-ni 0,6-ya vuranda 1,2B, onun da üstünə 1B gələndə 2,2B. Məxrəc 3-ü 0,6-ya vuranda 1,8B, onun da üstünə 1B gələndə 2,8B. Bu da bərabərdir. B-lər getdi. 2,8-də 2,2 qaldı. Sürət və məxrəci 10-a vururam. Vergül sağa gedir. 22 olur. Bu da 28 olur. 22 ilə də 28 2-yə ixtisar gedir. Sürətdə 11, məxrəcdə 14 qalmış olacaq. 14-də 11. Doğru cavab olacaq B. Deməli, neynədir? Yuxarıdakında çarpaz vurdum. A-nı B ilə əvəz elədim. Gətirdim, soruşulanda yerinə qoydum.
nəticə alındı. Sonra 16-cı suala baxaq. Modulda 3x çıx 5 bərabərdir 8. Mənfi kökünü tapın deyir. Demişdik modul təmlikləri həll edəndə, yəni 3x plus çıxılsın 5 əgər 8-ə bərabər olsa modulundan 8 çıxar. 3x çıxılsın 5 mənfi 8 də olsa yenə modulundan 8 olur. Yəni bu modulun içərisindəki ifadə müsbət 8 də olsa çölə 8 çıxar. Mənfi 8 də olsa çölə 8 çıxar. Ona görə onu bir dəfə mənfi 8-ə, bir dəfə müsbət 8-ə bərabər edirəm və ikisini də həll edəcəm. 3x bərabərdir 5 keçir 8-in yanına müsbət kimi 13. X bərabərdir 13 bölünsün 3. İkincidə 3x bərabərdir 5 8-in yanına müsbət 5 kimi keçir. Mənfi 8-in üstünə 5 yerine mənfi 3 eləyir. Və x bərabərdir mənfi 3 bölünsün 3. O da eləyir mənfi 1. Bir kökü 3-də 13, bir kökü də mənfi 1. Məsələdə deyir ki, mənfi kökünü tap. O da olur cavab mənfi 1. Sonra keçdik. 17. Ədədin 140%-i 40%-dən neçə dəfə çoxdur? Ədədi bilmirik neçədir. Fərz eləyək ki, ədəd olsun x. İndi gəlin x-in 140%-ni də tapaq. 40%-ni də tapaq. Sonra 140%-in bölək 40%-nə də deyir neçə dəfə çoxdur. Bölək görək neçə dəfə düşəcək. X-in 140% olur. X vurulsun 140 bölünsün 100. 140-ı da 100-ə böləndə 1,4 düşür. 1,4 x. X-in 40%-ni tapmaq üçün x-i 40-a vurub 100-ə böləcəm. O da eləyəcək 0,4. 40-ı 100-ə bölündə 0,4 x. İndi deyir 140%-i 40%-dən neçə dəfə çoxdur. Yəni 1,4 x 0,4 x-dən neçə dəfə çoxdur? 1,4 x-i 0,4 x-ə böləcəm. Bərabər x-lar ixtisar olundu. Sürət və məxrəcə 10-a vururam. Sürət 10 eləyir, məxrəc 4 eləyir. 14-ü də 4-ə böləndə 3,5 eləmiş olacaq. Yəni 3,5 dəfə çoxdur. Sadə misaldır. Sonra keçdik 18-ə. Şəkili çəkək bura. A, B, Y, C, D. Yazıb ki, ABCD paralelogramında A və D bucaqlarının təm bölənləri Y nöqtəsinə kəsib. Yəni bu AY parçası ilə DY parçası təm böləndir. Təm bölən bucağı yarı bölür. A bucağı alfa bölünüb və alfanın çarpazı da burada alfadır. D-ni də beta bölüb. Beta'nın da çarpazı buradır. Burada betadır. Bunları yazdıq. Və biz bilirik ki, paralelogramın iti bucağı ilə kör bucağının cəmi 180 daxil. Əgər o bucaqların cəmi 180-dirsə, təm bölənlərini çəkəndə yerdə qalır. Yarılarının cəmi 90 olur. Yəni alfa ilə betanın cəmi 90-dır. Onda bu ortada qalan bucaq da 90 olmalıdır ki, üç bucağın bucaqları cəmi 180 olsun. BC 8-dir. Bütövlükdə BC 8-dir. DY-nin AY-yə nisbəti 1-in 3-ə. DY-yə deyirəm K, AY olacaq 3K. 1-in 3-ədir deyir də. Bu şəkildə yazdıq. A7 üç bucağının sahəsini soruşur. Özdəki düz bucaqlı üç bucaqdır. Düz bucaqlı üç bucağının sahəsi katetlərin hasilinin yarısına bərabərdir. Yəni bunun sahəsi olacaq 3K vurulsun K bölünsün 2. 90 dərəcə bitki olan tərəflər katetlərdir də. AY ilə DY katetdir. O da eləyəcək 3K kvadratı bölünsün 2. Biz K-nı tapsaq sahəni tapmış olarıq da. Və AD-ni də 8 verir baxın. Çünki yuxarı BC 8-dir və paralelogram olduğuna görə qarşı tərəflər bərabərdir. AD-də 8. İndi Pifagora görə 3K-nın kvadratı üstə gəl K-nın kvadratı eləməlidir 8-in kvadratı. 9K kvadratı eləyir. Üstə gəl K kvadratı bərabərdir 64. 10K kvadratı bərabər 64. K kvadratı bərabərdir 64-ə 10-a bölüm 6,4. Uşaqlar, K-nı tapmayacağım. Mənə K kvadratı bəs edir. Çünki burada 3K kvadratıdır. Onda nətər olacaq? 3 vurulsun 6,4 K kvadratının yerinə yazın. Bölünsün 2.
6,4 2-yə x-ə qədər 3 onda 2 qalır. 3 onda 2-ni 3-ə vuranda 9 onda 6 olmuş olur cavab. Deməli, doğru cavab 9 onda 6. Bu da 18-ci sual. 19-a baxaq. Düz bucaqlı 3 bucaqdır. Şəkli çəkək. A, B, S, H. Nə deyir burada? Düz bucaqlı 3 bucağında S düz bucağı təpəsindən SH hündürlüyü çəkilib. Aha. AB bərabərdir 17 AH. AB hipotenuz AH-ın 17 mislidir. AH x-dırsa hipotenuz 17 x-dir. Onda HB-dəki 16 x-dir. Çünki bütöv 17-dən x-i çıxdım 16 x. Bunu tapdıq. AC böl BC-ni soruşur. Mən nə AC-ni bilirəm, nə də BC-ni bilirəm. Amma soruşur, tapmalıyım. Yadınızdadsa demişdik ki, düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilmiş hündürlük nəyə bərabər idi? CH-ın kvadratı bərabər idi. AH vurulsun BH. Yəni, hipotenuzu böldüyü hissələrin hasilinə bərabər oldu onun kvadratı. Onda CH-ın kvadratı bərabər olur. X vurulsun 16x. CH-ın kvadratı bərabərdir 16x kvadratı. CH bərabərdir 4x. 16x kvadratı 4x. Demək, bura 4x-dir. İndi burada 90, hündürlükçü 90-90 çəkmişəm axı. İndi AC hipotenuzdur. AHC-nin. Onda AC-nin kvadratı bərabər olacaq 4x-in kvadratı. Üstəgəl x-in kvadratı. O da eləyəcək 16 üstəgəl 1, 17x kvadratı. Bu birisi SB də hipotenuzdur da. Bura 90 dərəcə işarəsinə görə ora hipotenuz sayılır. Onu da yazsam nə yazacağım? BC-nin kvadratı bərabərdir 4x-in kvadratı üstəgəl 16x-in kvadratı. Bu da eləyir 16x kvadratı üstəgəl 256x kvadratı. O da eləyir 272x kvadratı. AC-nin kvadratı 17x kvadratıdırsa AC kök altında 17x kvadratıdır. BC-nin kvadratı 272x kvadratsa BC kök altında 272x kvadratı olacaq. İndi bizə deyir AC bölünsün BC. Yəni AC-ni kök altında 272 tapdıq. 272x kvadratı tapdıq. BC-ni də neçə tapmışdıq? 17x kvadrat. Bir kökün altında yazsam bunları x kvadratları ixtisara getdi. 272 bölünsün 17. 27-də 17 bir dəfə, 102-də də 6 dəfə. Kök altı 16, ondan da kök çıxacaq 4. Doğru cavabımız olacaq 4. Bax, düstur. Hündürlüyün düzbucaq təpəsində hipotenuza çəkilmiş hündürlüyün kvadratı hipotenuzu böldüyü hissələrin hasili qədər olur. Bunu yadımıza salsaq, ona uyğun məsələni həll edə bilərik. Sonra keçdik 20-ci suala. 20-ci sualda necə idi? Bu tipli suallarda yadınızdadsa deyirdik ki, əvvəlcə soruşulanı sadələşdiririk. Sadələşdirəndən sonra verilənləri aparıb qoyuruq yerinə. Gəlin soruşulanı sadələşdirək. Bu mötərizələrin kvadratını açsaq görək nə olacaq? Olacaq x kvadratı, birincinin kvadratı çıxılsın. Birincinin ikinci yasının 2 misli 6xy. Üstəgəl ikincinin kvadratı 9y kvadratı. Üstəgəl 12xy. Məxrəc də birincinin kvadratı. Üstəgəl birincinin ikinciyə hasının 2 misli. Üstəgəl ikincinin kvadratı çıxılsın 12xy. Bu şəkildə açılışları yazdım. Yuxarıda 6xy-nin 12xy oxşar həddi islah olunur. X kvadratı mənfi 6 üstə 12 gələndə müsbət 6xy qalır. Üstəgəl 9y kvadrat. Məxrəcə də x kvadratını yazıram. 6xy-dən 12xy çıxanda mənfi 6xy qalır. Üstəgəl 9y kvadrat. İndi bir dənə sürətlə məxrəcə diqqətlə fikir versəz, sürət bizə x üstəgəl 3y-in mötərizə kvadratının açılışını verir. Məxrəc isə x çıxılsın 3y-in mötərizə kvadratının açılışını verir. Onda artıq, bundan artıq sadələşdirə bilmirik. Burada verib, baxın, misala qayıdın, baxın, x-i 5 verib, y-i 1 verib. Onda sürət olacaq 5 üstəgəl 3 vurulsun 1-in mötərizə kvadratı. Məxrəc olacaq 5 çıxılsın 3 vurulsun 1-in mötərizə kvadratı. X-in yerinə 5 yazdım, y-in yerinə 1 yazdım. Çünki verilən olardı. Sürət eləyəcək 3 dəfə 1-in 3, üstünə 5, 8, 8-in kvadratı 64.
Məxrəc 3 dəfə 1-in 3, 5-dən 3 çıxan 2, 2-nin kvadratı 4. 4-də 64 də eləyir 16. Buna bu şəkildə yaza bilərik. Sonra 21. 21-ə baxıb görək. 5x üstü m çıxılsın 4x üstü n üstəgəl 6x üstü p üstəgəl 5. Çox ədlisinin dərəcəsi mn hasilinə bərabərdir. Dərəcəsi m vur n-dir. Yəni m-i n-i bilsən, bilərəm də dərəcəsini içər. Bir də orada başqalarını verib, p kvadratı çıxılsın 7, p çıxılsın 8 bərabər 0 verib. M üstəgəl n-i 9 verib. M kvadratı üstəgəl n kvadratını soruşur. Baxın, bu P-nin burada yazılmış P kvadratı çıxı 7, B çıxılın 8 və 0-dan P-ni tapa bilərəm axı mən V-lə. Deməli, P1-in üstdən P2 gəlsəm, ikinci əmsalın əksi 7 verməlidir. P1-i P2-yə vursam, 8 eləməlidir. Toplayanda 7, vuranda 8 eləyən ədədlər. Yox, vuranda mənfi 8 eləməlidir. Toplayanda 7-dirsə, böyük kök müsbətdir. P2 bərabərdir mənfi 1. 8-in üstə mənfi 1. 7, 8-i mənfi bərabərdir mənfi 8. Təbii ki, burada P mənfi ola bilməz. Çünki mənfini gətirib yuxarıda 6x üstü P var. Bura mənfi 1 yazsam, üstü mənfi olanda artıq o çox ədli sayılmayacaq. Amma deyir ki, çox ədlidir. Ona görə mənfi 1-i çıxardıram. P-ni tapdım 8. P oldu 8. Aha. Sonra görək indi başqa nə edə bilərik. Hələ ki biz P-ni tapmışıq. Sonra dərəcəsi bilmirik də çoxhədli neçədir və biz çoxhədlinin dərəcəsindən danışanda belə bir şey demişdik ki, çoxhədlinin hədlərindən hansının dərəcəsi ən böyükdürsə, həmin dərəcə çoxhədlinin də dərəcəsi sayılır. İndi burada biz bir dənə P-ni tapmışıq 8. Əgər bu 8 ən böyük dərəcədirsə, onda çoxhədlinin dərəcəsidir. Amma m-in üstünə n 9 verib və dedi ki, dərəcə m-in hasilinə bərabərdir. Çoxhədlinin dərəcəsi m-in hasilinə bərabərdir. Əgər mən dərəcəni 8 götürsəm, onda m vurulsun n-i də 8 götürməliyəm. 8-in m-in üstünə n 9, m-i n-ə vuranda 8 eləyibsə, bu ədədlərdən biri 1-dir, biri 8-dir. Ödəyir də 1-in üstünə 8, 9, biri 8-ə vursam 8. Onda m-i məsələn 1, n-i 8 götürə bilərəm. Tapdım. Həqiqətən də ödədim. Onda m kvadratı üstəgəl n kvadratı olacaq. 64 üstəgəl 1, 65. 8-in kvadratı üstəgəl 1-in kvadratı, o da 65 olmuş olacaq. Yox, əgər mən P-ni 8 tapandan sonra m üstəgəl n 9, m vur n bərabər 8 yazıb ədədləri tapa bilməsəydim, deməli, o m ilə n 8 dərəcə onda 8 olmayacaq da, başqası imiş dərəcə. Amma belə alındı deyə rahat oldu işimiz. Sonra keçirik 22-yə. 22. X vurulsun y kvadratı bərabərdir, kiçikdir 0. Modulda x bərabərdir y verib. Modulda x, y çıxılsın x kvadratı. Üstəgəl y çıxılsın x, y kvadratı çıxılsın x, y bərabər 36 olarsa, x çıx y fərqini tapın. Gəlin əvvəlcə biz x və y-in işarələrini tapaq. Çünki moduldan çıxarmaq lazımdırsa bunları, moduldan çıxarmaq üçün mən onların işarəsini bilməliyəm ki, moduldan çıxarım. Baxın, birincidə x-i vurublar y-in kvadratını eləyib mənfi. Yəni kiçik sıfırdırsa mənfi eləyib də. Y-in kvadratı mənfi ola bilməz axı. Düzdürmü? Bu müsbət ədəddir. Y-in kvadratı müsbətsə deməli x mənfidir. Mənfini müsbətə vursan mənfi eləyəcək. Tapdım ki, x mənfi ədəddir. Və burada yazıb ki, modulda x bərabərdir y. Bax, burada görürsünüz, modulda x bərabər y verib. X mənfi ədəd daxil. Müsbət ədədin modulundan özü çıxır, mənfi ədədin modulundan əksi çıxır. Yəni, x bərabər y-dirsə, onda x-in moduluna nə çıxır? Mənfi x bərabərdir y. Çünki
x mənfi ədəddir. X mənfi olduğuna görə modulundan əksi, x-in əksi mənfi x-dir. Yəni x mənfidir, əksi müsbətdir. Ona görə, yəni x-in özündə bir mənfi var, birinin də qarşısına yazıram. Yəni bu mənfi x yazılsa belə bilirik ki, bu müsbət ədəddir. Aha, deməli x mənfi oldu və y-də oldu mənfi x. İndi gətirib yerinə qoysam modulda, deməli x vurulsun, y-in əvəzinə mənfi x yaza bilərəm də, tapdım bunu bu tərəfdə. Əvəzləyirəm ki, eyni dəyişən olsun. X vurulsun, mənfi x. Çıxılsın x kvadratı. Üstəgəl, o biri də olur. Y-in yerinə mənfi x yazsam, mənfi x-in kvadratı. Çıxılsın x vurulsun, y-in yerinə mənfi x. Modulu bağladım, 36. Birinci modulumuz edir, mənfi x kvadratı, çıxılsın x kvadratı. Üstəgəl, o biri eləyir, mənfi x-in kvadratı eləyir x kvadratı. Bu birisi də mənfi x-ə varında müsbət x kvadratı modulda. Bərabərdir 36. Birinci modulumuz eləyir mənfi 2x kvadratı. İkinci modulumuz eləyir 2x kvadratı. Bərabərdir 36. Və moduldan müsbət çıxırıq. Biz bilirik ki, x-in kvadratı müsbət ədəddir. Və burada da mənfi 2-nin modulundan müsbət 2 çıxacaq. Müsbət 2x kvadrat olacaq. O biri də müsbətdir, özü çıxacaq. 36. 4x-in kvadratı 36 eləyir. X-in kvadratı bərabər 36-nı 4-ə böləm 9. X-in kvadratı 9 ise x ya 3'dür ya mənfi 3'dür. 3 ola bilməz. X-i mənfi 3 götürür. Çünki yuxarıda tapmışdıq ki, x mənfi ədəddir. X-i tapdım mənfi 3. Və y-də bərabər mənfi x yazmışdıq axı. Onda y-də bərabər olur mənfi 3. Çünki x-a mənfi 3 demişəm. O deyilir müsbət 3. Bizdən x çıxı y-i soruşur. Yəni mənfi 3 çıxılsın 3. X-i mənfi 3 tapmışam. Y-i 3 tapmışam. O deyilir mənfi 6. Yəni cavabı olur bu misalın mənfi 6. Sonra keçirik 23-cü suala. Nə yazıb 23-də? A kvadratının sahəsi B kvadratının sahəsindən 4 dəfə və C düzbucaqlısının uzunluğu enindən 6 dəfə böyükdür. C düzbucaqlısının sahəsinin A və B kvadratlarının sahələri cəminə nisbətini tap. Gəlin bunu geridən əvvələ yazaq. Düzbucaqlının eni x-i, uzunu da olsun 6x. Çünki yazıb axı burada. Düzbucaqlısının uzunluğu enindən 6 dəfə böyükdür. Və bu düzbucaqlının eni ilə bu B kvadratının tərəfləri bərabər olduğuna görə, çünki elə ki qarşı tərəflərdir. Onda bu kvadratsa bütün tərəfləri x-dir. Və vermişdi ki, A kvadratının sahəsi B-nin sahəsindən 4 dəfə böyükdür. B-nin sahəsi edir x kvadratı. Onda A-nın sahəsi 4x kvadrat edir, 4 dəfə böyük. Onda A kvadratının tərəfi 2x edir. Sahəsi 4x kvadratsa tərəfi 2x. Aha, nə soruşurdu? C düzbucağlının sahəsi. C-nin sahəsi, C düzbucaqlısı burada verilib. Onun sahəsi 6x vur x olur. Yəni 6x kvadratı olur. A və B kvadratlarının sahələri cəmi isə A-nın sahəsi 4x kvadratıdır. B-nin də sahəsi x kvadratıdır. Bayaq tapmışıq. O deyir 5x kvadrat. Deyir düzbucaqlının sahəsinin kvadratların sahələri cəminə nisbət. Yəni 6x kvadratının 5x kvadratına nisbət x kvadratları islah olunur. 6-nı 5-ə böləndə 1,2 cavabını tapmış oluruq. Belə. Sonra 24. 24-cü suala baxaq. Görək 24-cü sual necə olacaq? 3 ardıcıl tək ədədin cəminin 6/5 hissəsi 92,5 olarsa böyük ədədi tap. Şöyle biri var ardıcıl ədəd, biri var ardıcıl tək ədəd. Məsələn, ardıcıl tək ədədlər 3, 5, 7, 9 3, 5, 7, 9 ədədləri necə ədədlərdir? Ardıcıl tək ədədlərdir. Bəli. Axşamınız xeyir. Axşamın xeyir. Mənim indi qoşulmuşuq onlayna.
Yox, biraz onlar qoşulmuşuq. Ev yoxdur. Mən yükləyəcəm YouTube-a, oradan izləyərsən. Bayaq mesaj atdım, cavab gəlmədi. Üzr istəyirəm müəllim. Ev yoxdur, narahat. YouTube-a atacağam, oradan baxarsan. Hə. Baxın, ardıcıl tək ədədlər 3, 5, 7, 9 bunlar ardıcıl tək ədədlər. Fikir verirsinizsə 2 2 çoxalır. Onda 3 ardıcıl tək ədəddir. Ədədlərdən birincisi fərz edirəm ki, tək ədədin birincisi x-dir. Onda bundan sonra gələn x üstəgəl 2-dir. Bundan sonra gələn x üstəgəl 4-dür. 2 2 artır da tək ədədlər. Deyir 3 ardıcıl tək ədədin cəmi. Onda bunları toplayıram. Toplayanda edir 3x plus 6. Yəni x-ləri topladım 3x, 4 ilə 2 topladım 6. 3 ardıcıl deyir tək ədədin cəminin 6-da 5 hissəsi. Ədədin hissəsini tapmaq üçün ədədə hissə göstərən ədədə vururuq. 6-da 5 hissəsi neçə eləyib? 92,5-ə bərabər olarsa böyük ədədi tap. 3x plus 6 bərabərdir. 92,5-i 6-da 5-ə bölməliyəm, tərsinə vururam. 92,5 vurulsun 5-də 6. 3x plus 6 bərabərdir. 92,5 ilə 5 ixtisara gedir. Neçə qalır? 92,5-i 5-ə bölsək, 9-da bir dəfə 5, 42-də 8 dəfə 5, 40, 25-də 18,5. 18,5 qalır, o da vurulur sürətə də. Burada 1 qaldı 6. 3x plus 6 bərabər. 18,5-i 6-ya vuranda 108, o da 3, 110, 6 və 5-in 30, 3 yadda, 6 və 48, 51, 5 yadda, 11, hə, 111 edir, düzdür? Çünki 1110 edir, vergüldən sonra bir rəqəm atırıq, 111, 3x bərabərdir, 111-dən 6 çıxanda 105, x bərabərdir, 10-da 3 dəfə, 15-də 5 dəfə, 35. X-i tapdım 35. Bizə deyir ki, qayda məsələyə baxırıq, böyük ədədi tapın deyir. Mən x-i 35 tapdım. Gördünüz tək oldu. 35, 37, 39. Gördünüz 3 ardıcıl tək ədəd elədi. Böyük ədədimiz 39 olur. Doğru cavab 39. Bu da belə. Sonra 25-ci suala baxaq. Rompdan söhbət gedir. Bir dənə romb çəkək. Nə yazıb? Tərəfi 16 kök altda 3. Onda bütün tərəflər 16 kök altda 3-dür. Rombun bütün tərəfləri bərabərdir. İti bucağı 60-dır. Bura 60. Daxilinə çəkilmiş dairənin sahəsini tapın. Bunun daxilinə bir dairə çəkilib sahəsini tapmaq. Yəni dairə çevrə sadəcə dairə ilə çevrənin fərqini bilirsiniz də. Çevrə sadəcə bir halqa idi. Dairə isə çevrənin öz daxili oblası ilə birlikdə əmələ gələn fiqurdur. Çevrə və ya dairə fərqi yoxdur. Demişdik, dairənin sahəsi pi vurulsun r kvadratı düsturu ilə tapılır. Deməli, mən dairənin radiusunu bilsəm, sahəsini tapa bilərəm. Və demişdik ki, rombun daxilinə çəkilmiş çevrənin radiusu rombun hündürlüyünün yarısıdır. Onda mən rombun hündürlüyünü tapmalıyam. 60 dərəcədirsə, bura 90-da hündürlükdür. Bura 30 dərəcədir. 30-un qarşısındakı katet hipotenuzun yarısıdır. Hipotenuz 16 kök altda 3-dür. Bu, bax, qırmızılayıram. Bu düz bucaqlı 3 bucaqdır. 30-un qarşısındakı katet buradır. Bu da 16 kök altda 3-ün yarısıdır. 8 kök altda 3-dür. O biri katet isə 60-ın qarşısında dayanıb baxıb. 60-ın qarşısında duran katet o biri katetin kök altda 3 mislidir. Bura 8 kök altda 3-ün kök altda 3 misli. O deyilir 24. 24-dürsə, onda radius olur hündürlüyün yarısı. Yəni 12 olur. Onda sahə olur s bərabərdir pi vurulsun r kvadrat. R 12 tapdım da. Çünki hündürlüyün yarısıdır. 24 hündürlük. O deyilir 144 pi santimetrdir. Cavab olur 144 pi kvadrat santimetr.